var. Bizim 3 tür mühitimiz var. 3 tür mühitimiz var. Hipertonik mühit, izotonik mühit ve hipertonik mühit. Hipertonik mühit, tonik. Bakın, gelin birinci hipertonik mühitin üzerinde izah etmeye çalışaq. Hiper nədir? Hipermarket. Hipermarketdə çoxlu mallar var da, düzdür? Əşyalar satılır. Hiper çox deməkdir. Hipo az deməkdir. Hiper çox, hipo az deməkdir. İndi hipertonik mühit o mühitdir ki, orada qatılıq çox olan mühitdir. Qatılıq çoxdursa su nədir? Azdır. Azdır. Bir şey ki, orada qatılıq çoxdursa, yeməyin suyu quruyanda qatılaşır da yemək, düzdürmü? Düzdürmü? Olur hipertonik mühit. Yemək olur qatı mühit. Yəni onun suyu quruyur. Deməli, hipertonik mühitdə qatılıq nədir? Çoxdur. Su azdır. Aydın oldu indi bu nədir? Yəni hipertonik mühit deyəndə qatılığı çox, suyu az olan mühit götürəcək. Tutaq ki, bunun içərisinə bir canlı qoyulubdur. Canlı hüceyrədir. Bu da qlaf sitoplazma, ameb hüceyrəsidir. Qlaf sitoplazma nüvədir. Düzdür? Qlaf sitoplazma nüvədir. Adi bir hüceyrədir. Qoymuşam. Uşaqlar. Burada isə su çoxdur. Əgər buranın mühitin suyu azsa, demək bunun mühitinin suyu nədir? Çoxdur. İndi siz mənə deyin görün. Hardan hara diffuziya gələcək? Çoxdur. Ay, sağ ol. Burada indi bunu mən bitki hüceyrəsi götürüm. Ən yaxşısı bunun bitki hüceyrəsi götürək. Çünki sizin dərslikdə bunun üzərində göstərir. Baxın. Deməli, burada su nə oldu? Çox. Diffuziya hardan hara gedəcək? Çoxdan aza doğru. Axı, burada su azdır, burada çoxdur. Düzdürmü? Onda nə baş verəcək? Hüceyrə içərisində sitoplazmasından suyu buraxacaq çölə. Suyu buraxanda nə baş verəcək? Büzüşmə baş verəcək. Düzdür? Suyu buraxır çölədə. Suyu buraxır, nə olur? Büzüşür. Və bu büzüşmə hadisəsinə nə deyirik? Plazmoliz deyirik. Bax, plazmoliz deyirik. Fikir ver, başlayacaq. Sitoplazma membranın aralanmağa başlayacaq. Büzüşməyə başlayacaq. Amma bitkilərin hüceyrə divarı bildiyiniz kimi çox möhkəm olduğu üçün bir balaca ölçüdə kiçilmə baş verəcək. Amma heyvan hüceyrələrində əməlli başlı büzüşəcək. Və hüceyrə uzun müddət plazmoliz vəziyyətində qalarsa, bu hüceyrə məhv olmalıdır. Büzüşə hara qədər gedə bilər ki, düzdürmü? Yəni, canından suyu buraxa. Buraxmağa məcburdur. Nəyə görə məcburdur? Buna görə məcburdur. Bundan qabaq diffuziyanı keçdik də. Demədiniz diffuziya qatılığı çoxdan aza doğru getdi. Məcburdur axı suyu buraxmalıdır. Buraxır və içindən su quruyur və nə olur? Plazmoliz hadisəsi baş verir. Yəni hüceyrə büzüşür. Deməli, hipertonik mühitdə qatılıq çoxdur, su azdır. Biz əgər hipertonik mühitə hüceyrə yerləşdirsək, hüceyrənin daxilində suyun qatılığı mühitdəki qatılıqdan çox olduğu üçün, bəli, diffuziya özdə osmosdur yoxsa? Osmosdur. Düzdürmü? Çünki suyun diffuziyasıdır. Osmotik yolla hara keçdi? Bax, bura keçdi. Aydın oldu? Vəssalam.